Tarixin dərin qatlarından bugünə qədər gəlib çatan bəzi adlar var ki, onlar bütöv bir dövrün simvoluna çevriliblər. Belə şəxsiyyətlərdən biri də böyük Azərbaycan memarı Əcəmi İbn Əbubəkir Naxçıvanidir. 12-ci əsrdə Naxçıvan şəhərində fəaliyyət göstərən Əcəmi yaxın şərq memarlıq tarixində özünə məxsus iz qoymuş nadir sənətkarlardandır. O təkcə tikililər inşa etmirdi, o daşları danışdırır, memarlığı incəsənət səviyyəsinə yüksəldirdi. Əcəmi Naxçıvaninin adı ilk növbədə möhtəşəm abidələrlə bağlıdır. Onun şah əsərlərindən biri olan Möminə Xatun türbəsi həm memarlıq, həm də estetik baxımdan dövrünün zirvəsi hesab olunur. 1186-cı ildə inşa edilən bu abidə öz zərif ornamentləri, həndəsi naxışları və yazı elementləri ilə sanki bir daş kitabəni xatırladır. Digər möhtəşəm əsəri isə Yusif İbn Küseyr türbəsidir. Bu türbə daha erkən dövrdə tikilsə də artıq burada Əcəminin özünə məxsus üslubu, dəqiqlik, simmetriya və riyazi harmoniyanın mükəmməl vəhdəti aydın görünür. Əcəmi Naxçıvani həm də dövrünün mühəndisi, riyaziyyatçısı və sənətkarı idi. Onun əsərlərində həndəsə ilə estetika elə ustalıqla birləşir ki, bu tikililər əsrlər keçsə də öz gözəlliyini və möhtəşəmliyini qoruyub saxlayır. Bugün Əcəminin yaratdığı abidələr dünya mədəni irsinin qiymətli incilərindən hesab olunur. Onun memarlıq məktəbi sonrakı nəsillərə güclü təsir göstərib, şərq memarlığının inkişafında mühüm rol oynayıb. Əcəmi Naxçıvani adı daşda əbədiləşən sənət, zamanın sınağından çıxan dahilik və bir xalqın mədəni yaddaşıdır. Onun yaratdıqları sübut edir ki, həqiqi sənət zamanın fövqündə dayanır və əsrlər keçsə belə öz hekayəsini danışmaqda davam edir.